Word sənədində hələ də mündəricatı əllə yığırsınızsa, bu video tam olaraq sizin üçündür. Elə isə videoya keçid edək. Salam, karyera alətləri izləyicilərim. Girişdən də aydın olduğu kimi, bugünkü dərsimiz Word sənədimizdə mündəricat hazırlamaqla bağlıdır. Bəzi hallarda bu bizi olduqca bezdirir, alınmır mündəricat qoymaq. Qarşılaşdığımız problemlərdən biridir. Bugün çox sadə bir şəkildə bunun həll yolunu öyrənəcəyik. Elə isə başlayaq. Bu bir nağıldır, internetdən götürmüşəm. Buraya sadəcə başlıq qoydum. Giriş, başlıq 1, başlıq 2 və başlıq 3. İndi mənim mündəricatımda giriş, başlıq 1, başlıq 2 və başlıq 3 olmalıdır. Dostlar, ən önəmli nüans. Biz sadəcə bu başlıqları mı qoyuruq? Yoxsa bütün hər xırda belə olsa başlıq verilmişiksə hamısını mı istəyirik? Bunun üçün nə edirik? Home panel, yuxarıdakı paneldə, home bölməsində burada gördüyünüz kimi heading 1, heading 2, heading 3 və artıra da bilərsiniz. Bunu biz əgər sadəcə bu başlıqlarımızı veririksə, hamısında heading 1 istifadə edirik. İndi burada xırda bir nüans var. Bəzən alınmamasının səbəbi, mündəricatımızın bərbad olmasının səbəbi biz girişə heading 1 veririk, başlıq 1-ə heading 2 veririk. Heading 1, heading 2 bir yerdə verilərsə, heading 2 heading 1-in altında olur. Amma hamısını heading 1 verdiyimizdə hamısı avtomatik mündəricatımızda hazır vəziyyətə gələcəkdir. Yəni, indicə praktik bunu baxaq. Giriş 1, heading 1 verdim. Bunu istədiyim kimi oynayıram, düzəldirəm. Arial verim məsəl üçün 14, 12 verdim, gətirdim bura. Hətta gəlin sizinlə köhnə dərslərimizi də burada. Bu biraz uzun video olsun dostlar. Praktiki istifadə eləyək. Giriş. Mən nə istəyirəm? İstəyirəm ki, bunun birinci hərfi böyük olsun, qalan hərfləri balaca olsun. Nə edirik? Yuxarıdakı paneldən gəlirik. Dostlar, birinciyə vurduq. Gördünüz mü? Sentence case. Aşağıya lower case-ə vursaydım hamısı balaca olacaqdı. Xatırladınız mı? Hamısı böyükdür indi. Mən gəlirəm birinciyə giriş. Bunu düzəltdim və heading 1 verdim. Gəlirəm başlıq 1-i düzəldirəm dostlar. Heading 1 verdim. Nə seçdim? Arial 12. Bunu 12 verdim. Bunu da birinci hərfi böyük verdim və ortaya gətirdim. Doğru mu dostlar? Başlıq yazmışım. Bunu düzəldək dostlar. Həmçinin başlıq 2 də eynisi. Bunu da surətlə keçirəm dostlar. Arial 12. Bunu belə gətirdim dostlar. Neynədim? Birinci hərf. Gördünüz mü dostlar? Çox sadə silmədən sözün üzərində istədiyim dəyişikliyi eləyirəm. Heading 1 verdim. 12 verdim bunu. Arial verdim. Ortaya gətirdim. Belə dostlar. İndi nə edirəm? Gəlin burada, indi isə yenə bir köhnə dərslərimizdən təkrar gedək. Nə edirəm? Boş bir səhifə açıram. O köhnə dərsimizi xatırlayın dostlar. Nə edirəm? Insert-ə gəlirəm. Insert-də nə edirəm? Blank page verirəm dostlar. Belə dostlar, bu səhifəyə mən mündəricat quracağam. Burada bir boş səhifə də açıldı. Bunu nə edirəm dostlar? Bunu silmək üçün bir dəfə boş səhifəyə gəldiyimdə, bir dəfə vurduğumda bu avtomatik boş qalan səhifə silinmiş olur. Gəlirəm bura mündəricatı dostlar. Buranı diqqətlə qulaq asın. Referensə gəldim. Yuxarıdakı paneldən referens. Burada table of contents var dostlar. Buraya gəldim. Buradan istədiyinizi seçə bilərsiniz. Mən klassik heading 1-i seçdim. Dostlar baxın. Gördünüz mü? Giriş, başlıq 1, başlıq 2, başlıq 3. Gül ilə canavar ad olaraq verdi. Buranı silim. Ad olaraq verdi. Bunu silirəm. Dostlar burada gördünüz mü dostlar? Çox bəsit, çox sadə. Buradan adımı dəyişirəm. İngiliscə istəmirəm. Azərbaycanca verəcəm bunu. Mündəricat. Ortaya gətirmək istəyirəm dostlar. Home bölməsindən gəldim. Səliqəli səhifələr anında. İndi isə gələk dostlar başqa bir nüansa. Mən burada deyək ki, mündəricatı hazırladım. Artıq hər şey hazırdır. Sadəcə rəhbər dedi və ya özüm hər hansı bir məlumatları əlavə elədim. Baxın, başlıq 1 2-dədir, düzdürmü? Başlıq 1 2-dədir. Mən başlıq 1-i gətirirəm 3-ə.
Düzdürmü? Baxın, burada table dəyişmədi. Qaldı. Amma səhvlik var deməli mənim. Mən bütün sənədimi bitirdikdən sonra mündəricata təkrar dönüş eləyirəm dostlar. Dönüş eləyirəm. Bir dəfə vurduğumda table açılır. Mündəricat. Table of contents isə gəldim. Baxın dostlar, burada update table var. Numbers only deyəcəm, səhifələri. Baxın, başlıq bir 3 olmalı. Dostlar, OK verdiyimdə başlıq bir 3 oldu. Giriş isə 1 oldu, 1 sayıldı. Bu hardan gəldi? Bəzən hər hansı bir əlavə, fərqli bir şey düşdüyündə dostlar yazıya silə bilərsiniz, önəmli deyil. Baxın, başlıq bir 3 oldu. Avtomatik dəyişdi. Nə etdim? Buradan update table verdim və numbers only verdim. Belə. Bundan əlavə mən başlıq 3-ə gəlmək istəyirəm və aşağı belə sürüşdürmək istəmirəm. Nə edirəm dostlar? Bu mündəricatımda başlıq 3-ü vurduğumda direkt başlıq 3-ə gəldi. Yəni bu qədər sadə, asan dostlar. Sizlər üçün də asandır əslində. Sadəcə bunu praktika etmək lazımdır. Dərsə bir dəfə qulaq asın, praktika edin. Hər hansı bir çətininiz olduğunda təkrar qayıdın. Videonu atlamadan dinləyin ki, dostlar, xüsusi videoda xüsusi məlumatları verdim, köhnə dərsləri vurğuladım. Mütləq şəkildə atlamadan dinləyin. Qulaq asın. Zaten 5 dəqiqəlik videodur, 3-4 dəqiqəlik videodur. Və siz bunu bu video ilə artıq öyrənmiş olacaqsınız. Belə dostlar, görüşənədək like etməyi unutmayın, kanala abunə olmağı unutmayın. Dəstək olarsanız videoların davamı gələcəkdir. Təşəkkür edirəm, görüşənədək.